canlar fəda etdilər, mübarizlər, təriflər, adicə bir torpağı vətən etdi şəhidlər. Şəhidlərdir torpağı vətən edib qoruyan, onların barəsində nələr söyləyir Quran. Özü demə şəhidə, Quran deyir diridir, əbədi cənnət əhli seyidlərdən biridir. Qiyamətin günündə dağlar olmayacaqlar, onlar toz şəklində göyə sovrulacaqlar. Digər ki, şəhidlərə izin veriləcəkdir, şəhid istədiyinə şəfaət edəcəkdir. Necə ki, yurdu uğrunda sipər oldu canı ilə, behişt ətirlənəcək şəhidlərin qanı ilə. Torpağın uğrunda əgər ki, ölən olmaz, o torpaq çiçək açmaz, o torpaq vətən olmaz. Ey şəhidin anası, cənnətdədir evladın. Sen oğlunu geri dönmez sayan annem, ben ölünce belki vatan sağ.